Hər kəs salamlayıram. Əziz valideynlər, əziz qardaşlar, bacılar, övladlarınız üçün şərait yaradın ki, özgüvən yaransın, özünə inansın, sağlamlıq bunları tapsın, uğur arxasıca geçsin. Bundan gözəl heç nə ola bilməz. Hamımız valideynik, iki mən qarşıq. Nə vaxtsa biz haqq dünyasına qovuşacağıq. Amma bunlar ayaq üstə durmağı bacarmalılar özləri. Əsas gənclərimizdir. Bəs nə deyirlər, gənclər bizim gələcəyimizdir. Və əsas bu sözə görədir. Yəni bugünkü gündə 5 uşaqdan 3-ü, ikisi gözünə əynək taxır, açki taxır. Səbəb nə ki? Nə qədər onlar kompüter, telefon oturacaq evdə. Yəni bu da normal haldır, hamının evində var. Amma bacardığımız qədər bunlar təmiz havaya çıxmalılar, oksigen qəbul eləməlidirlər. Bir balaca hava soyuyan kimi deyirlər, olmaz, soyuqdur. Belə şey olar. Təbii ki, bu çıxmalıdır da. Bu hava soyuqdur, istidir, payızdır, yazdır, qışdır. Bu hamımız insanlar üçündür da. Bu çıxmalıdır təbii ki. Qabaq biz necə olurduq? Çıxırdıq, oynayırdıq, immunitet də bərkiyirdi. İndi çıxmır, birdən çıxanda da soyuq olur. Bundan gözəl nə ola bilər? Vacib deyil getsin, idman eləsin. Təbii ki, idman eləyəndə insanın özgüvən yaranır. Əsas budur. Mən bir daha söyləyirəm. Yəni, nə vaxtsa biz haqq dünyasına qovuşacaq, amma bizdən sonra qalan gənclərdir. İndi əksəriyyəti ancaq elə nə deyirsən, maddiyyatı üstün tutur. Təbii ki, maddiyyat gözəl bir şeydir, amma vacib amillərdən biri şeydir ki, övladların sağlamlığıdır, gələcəyidir. Bundan gözəl heç nə ola bilməz. Mən hər dəfə deyirəm, Allah bizim gənclərimizi və əsas da gənclərimizin gələcəyini qorusun. Hər kəsə uğurlar.